Birinizi xoş gördük, əziz izləyicilər, bizim yolumuzu gözləyənlər. Xanımlar və cənablar, əziz Azərbaycanlılar, millətimiz, soydaşlarımız, bacı və qardaşlarımız, Rusiyada yaşayan, Avropada yaşayan həmvətənlərimizə salamlayırıq. Sərkar Şəmkirli, Respublikamızın dəyərli sənətkarı, ürəklə deyirəm, iftixarla deyirəm, fərəhlə deyirəm. Bugün ona görə. Var o qadanam. Bugün ləyaqətli, cəsarətli, əhatəsindəki insanlara məhəbbətli olan torpaqda, ruzili, bərəkətli elimizdə, obamızda, Şəmkirimizdə, mən Şəmkirin çörəyini ömrüm boyu itirmərəm və köhnə dilinlə desək Təhnəli kəndində, yəni Mahmudlu elində Maqsud bəyin, Nilpar xanımın toyuna gəlmişik. Allah mübarək eləsin. Arzu edirəm onların balalarının da toyuna gələk. Sənətkar qardaşımın da təbrikini alırıq. Allah səni qardaşım, çox xoş gördüm. Mən səni ürəkdən salamlayıram. Sən dəyərli ailə başçısın, gözəl atasan. Seçmişəm onları. Gəl kişi eşitdiyini, gördüyünü deyə də qardaş. Həmişə də Şəmkirdə sənin dəyərli olanları görməkdən mən çox şad olaram. Həqiqətən mən onu deyim ki, qardaşımızla bizim bir 50 saniyəlik videomuz var. Heç onu əməkdar artistlər, xalq artistlər o baxışlara gəlmir qardaş. Sən o uğurun sahibisən, gözəl çıxışımız olub. Ona görə də ev sahibi bizi burada bir yerdə dəvət eləyib. Təşəkkürümü bildirirəm. Həmişə mən səni görməyimə çox şadam. Yaxşı oğlan, yaxşı sənətkar, yaxşı da masa bəyə qardaş. Öpürəm səni. Videoda yarım milyon yox, 500 min yox, 1 milyon olacağına mən ümid edirəm. Uğurlar arzu edirəm. Kəsməyin ölkə-ölkə, bölgə-bölgə, diyar-diyardır. Hamımız üçün iftixardır. Bəli, o bu yaşda sənətkardır. Adı da Sərkardır. Dərdimizə dərman da alqışlardır. Alqışlayarım.